Qoç. Şəxsi ambisiyalarınızın pik həddə çatdığı bir dövrdəsiniz və daxili gücünüzü doğru istiqamətə yönəltmək taleyinizi müəyyən edəcək. İş mühitində rəhbərliyin diqqətini çəkəcək qeyri-adi təkliflərlə çıxış etmək üçün ideal zamandır. Karyera pillələrində irəliləmək üçün yalnız fiziki əmək kifayət etmir, həm də strateji gedişlər etməyə ehtiyacınız var. Maddi baxımdan gözləmədiyiniz bir mənbədən gəlir əldə etmək ehtimalınız kifayət qədər yüksəkdir. Pul xərcləyərkən emosional anlarınıza yenik düşməməli, gələcək investisiyalarınızı ön plana çəkməlisiniz. Borc vermək və ya böyük riskli maliyyə əməliyyatlarına girmək üçün ulduzlar bir qədər ehtiyatlı olmağı tövsiyə edir. Sevgi həyatınızda tərəf müqabilinizlə olan kiçik anlaşılmazlıqları böyütmək əvəzinə məsələyə yumorla yanaşmağı sınaqdan keçirin. Subay qoçlar üçün yeni bir tanışlıq həyat eşqini yenidən alovlandıra bilər. Münasibətlərdə mən mərkəzli düşüncədən uzaqlaşıb, biz prinsipinə keçid etmək bağlarınızı möhkəmləndirəcək. Psixoloji olaraq özünüzü çox enerjili hiss etsəniz də, axşam saatlarında daxili səssizliyə çəkilmək zehninizi duruldacaq. Motivasiyanızı artırmaq üçün keçmiş uğurlarınızı xatırlamaq sizə əlavə təkan verəcək. Sosial çevrənizdə nüfuzunuz artır, lakin ətrafdakı paxıl insanların enerjisindən qorunmağa çalışın. Köhnə dostlardan gələn bir zəng planlarınızı tamamilə dəyişə bilər. Sənədlərlə işləyərkən diqqətli olun, çünki xırda bir texniki səhv ciddi vaxt itkisinə səbəb ola bilər. Yol hərəkəti zamanı və ya iti alətlərlə davranarkən tələskənlik etməməyiniz xüsusilə vacibdir. Özünüzü sübut etmək istəyi sizi yora bilər, buna görə də hər kəsin razılığını almağa çalışmayın. Sağlamlıq baxımdan baş ağrılarına qarşı profilaktik tədbirlər görmək və təmiz havada daha çox vaxt keçirmək faydalıdır. Həyatın sizə təqdim etdiyi şansları görmək üçün bir anlıq dayanıb ətrafı müşahidə etmək kifayət edəcək. Buğa. Sabitlik və rahatlıq axtarışınızın ön plana çıxdığı, eyni zamanda dəyişikliklərin qaçılmaz olduğu bir mərhələdəsiniz. Peşəkar fəaliyyətinizdə rutin işlərdən bezdiyinizi hiss edə bilərsiniz, lakin bu detallar gələcək böyük layihələrin bünövrəsidir. Karyerada yeni bir tərəfdaşlıq təklifi gələrsə, dərhal rədd etmək əvəzinə detalları dərindən araşdırın. Maddi durumunuzu sabit saxlamaq üçün büdcənizi yenidən nəzərdən keçirməli və lüzumsuz dəbdəbədən qaçmalısınız. Uzun müddətli əmlak planları və ya ev təmiri üçün lazım olan vəsaiti toplamağa başlamaq üçün əlverişli andır. Maliyyə məsələlərində intuisiya deyil, rəqəmlər və faktlar üzərindən hərəkət etmək sizi böyük itkilərdən qoruyacaq. Şəxsi münasibətlərdə qarşı tərəfin ehtiyaclarına qarşı daha həssas olmalı, yalnız öz rahatlığınızı düşünməməlisiniz. Əgər uzun müddətdir davam edən bir gərginlik varsa, səmimi bir etiraf hər şeyi yoluna qoya bilər. Sevgi məsələlərində inam hissi hər şeydən üstündür, odur ki, şübhələrinizi açıq şəkildə ifadə edin. Ruh halınızda bir qədər süstlük hiss oluna bilər, lakin fiziki aktivlik və ya sevdiyiniz bir hobbiyə zaman ayırmaq əhvalınızı yüksəldəcək. Özünüzə olan inamınızı sarsıtmağa çalışan insanlardan uzaq durmaq mental sağlamlığınız üçün zəruridir. Dostlarınızla keçirəcəyiniz sakit bir axşam yeməyi sizə ehtiyac duyduğunuz mənəvi dəstəyi verəcək. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı məhdudlaşdırıb real ünsiyyətə önəm verməyiniz tövsiyə olunur. Gözlənilməz bir xəbər planlaşdırdığınız səfərin təxirə düşməsinə səbəb olsa da, bu sizin xeyrinizə nəticələnəcək. Maliyyə sənədlərini imzalayarkən və ya bank əməliyyatları apararkən 2 qat diqqətli olun. İradənizin sınağa çəkiləcəyi bir vəziyyətlə qarşılaşa bilərsiniz, prinsipiallığınızı qoruyun. Boğaz nahiyənizin həssas olduğu bir dövrdür, soyuq içkilərdən və gərgin danışıqlardan çəkinin. Özünüzə dəyər verməyi və həyatın estetik gözəlliklərindən zövq almağı unutmayın. Əkizlər. İnformasiya axınının sürətləndiyi və zəkanızın hər zamankindən daha itigöz olduğu bir vaxtın astanasındasınız. İş yerində kollegalarınızla fikir mübadiləsi aparmaq və komanda ruhunu canlandırmaq sizin liderlik keyfiyyətlərinizi üzə çıxaracaq. Yeni öyrəndiyiniz bir məlumat və ya kurs karyeranızda kəskin dönüş yarada biləcək potensiala malikdir. Maddi sferada xərclərinizi idarə etmək çətinləşə bilər, çünki eyni anda bir neçə şeyə sahib olmaq istəyirsiniz. Çoxdan unudulmuş bir borcun geri qayıtması və ya gözlənilməz mükafat büdcənizi bir qədər rahatladacaq. İnvestisiya qərarlarında emosional davranmaq əvəzinə təcrübəli insanların məsləhətlərinə qulaq asmağınızda fayda var. Eşq həyatınızda ünsiyyət əsas açar rolunu oynayacaq, hər şeyi danışaraq həll etmək mümkündür. Qarşı tərəfə verdiyiniz vədləri yerinə yetirməmək aranızda etibar probleminə yol aça bilər, diqqətli olun.
Romantik tanışlıqlar üçün səyahətlər və ya ictimai tədbirlər ən uyğun mühitlərdir. Psixoloji olaraq düşüncələrinizin dağınıq olması sizi yora bilər, meditasiya və ya yazı yazmaqla fikirlərinizi nizama salın. Yeni bir hədəf seçmək və ona doğru kiçik addımlarla irəliləmək daxili motivasiyanızı daim saxlayacaq. Ətrafınızdakı insanların problemlərini dinləmək yaxşıdır, lakin onların mənfi enerjisini öz üzərinizə götürməməyə çalışın. İctimaiyyət qarşısında çıxış etmək və ya təqdimat keçirmək üçün ulduzlar sizə uğur vəd edir. Yaxın bir dostunuzun səmimiyyətinə şübhə edə bilərsiniz, lakin qəti qərar verməzdən əvvəl faktları yoxlayın. Elektron cihazlarla bağlı texniki nasazlıqlar və ya məlumat itkisi riskinə qarşı ehtiyatlı olmalı, vacib faylları nüsxələməlisiniz. Şəxsi həyatınızla bağlı sirləri hər kəslə bölüşməmək sizin maraqlarınıza uyğundur. Sağlamlıq baxımından tənəffüs sisteminizə diqqət etməli və siqaret tüstüsü kimi zərərli faktorlardan uzaq durmalısınız. Həyatın dinamikasına uyğunlaşmaq üçün çevikliyinizdən istifadə edin, lakin eyni anda 10 işlə məşğul olub yorulmayın. Səbirli olmaq bu dövrdə ən böyük gücünüzə çevriləcək. Xərçəng. Hisslərinizin dəniz dalğaları kimi qabardığı bir dövrdə daxili səsinizə güvənmək sizi ən doğru sahilə çıxaracaq. İş həyatında emosional zəkanızı işə salmaqla, gərgin mühitləri yumşaltmaq və kollektivdə barış yaradan tərəf olmaq şansınız var. Rəhbərliklə olan söhbətlərdə haqlı olduğunuzu sübut etmək üçün təkcə arqumentlərə deyil, həm də səbrinizə ehtiyacınız olacaq. Maddi məsələlərdə təhlükəsizlik axtarışınız sizi qənaətcil olmağa sövq etsə də, özünüzü kiçik hədiyyələrlə mükafatlandırmaqdan çəkinməyin. Uzun müddətli yığımlar üçün plan qurmaq gələcəkdəki maliyyə qayğılarınızı xeyli azalda bilər. Ev və ailə büdcəsi ilə bağlı gözlənilməz xərclər çıxa bilər, lakin bu vəziyyəti soyuqqanlılıqla idarə etmək mümkündür. Sevgi münasibətlərində keçmişin kölgələrindən qurtulmaq və partnyorunuzla yeni bir səhifə açmaq üçün uyğun andır. Həyatınızdakı insanın sizə verdiyi dəstəyi görməzdən gəlməyin və minnətdarlığınızı kiçik jestlərlə büruzə verin. Subaylar üçün köhnə bir sevginin yenidən qapını döyməsi mümkündür, lakin eyni səhvləri təkrarlamamaq üçün məntiqlə hərəkət edin. Psixoloji olaraq özünüzü qorumaq üçün ətrafınızda görünməz bir sərhəd çəkməyi öyrənməlisiniz. Motivasiyanız ailənizdən və doğmalarınızdan aldığınız müsbət enerjidən asılı olacaq. Sosial çevrənizdə səmimiyyəti ilə seçilən insanlara daha çox vaxt ayırmalı, enerji soranlardan uzaqlaşmalısınız. Bir dostunuzun məsləhəti sizə tamamilə fərqli bir perspektiv qazandıra bilər. Yaxın ətrafınızda baş verən intriqalara qoşulmamaq nüfuzunuzu qorumaq üçün vacibdir. Gözlənilməz bir ev qonağı və ya ailə toplantısı gündəminizi tamamilə dəyişə bilər. Evdəki elektrik cihazları və ya su tesisatı ilə bağlı xırda problemlərə qarşı diqqətli olmağınız tövsiyə olunur. Həzm sisteminiz bu müddətdə həssas ola bilər, odur ki, qidalanma rejiminizi və stres səviyyənizi nəzarətdə saxlayın. Daxili hüzurunuzu tapmaq üçün su kənarında vaxt keçirmək və ya rənglərlə məşğul olmaq sizə terapiya kimi təsir edəcək. Şiir. İşığınızın hər zamankından daha parlaq olduğu və diqqət mərkəzində olmağın həzzini yaşadığınız bir mərhələdəsiniz. Karyera yolunda özünüzü ifadə etmək və liderlik qabiliyyətinizi nümayiş etdirmək üçün qarşınıza çıxan hər bir fürsəti dəyərləndirin. Yaradıcı layihələrdə öz imzanızı qoymaq və orijinal ideyalarla fərqlənmək üçün ulduzlar sizi dəstəkləyir. Maliyyə baxımından özünüzə olan inamınız artır, lakin bu riskli investisiyalara başaçıq atılmaq mənasına gəlməməlidir. Gəlirlərinizi artırmaq üçün hobbilərinizi peşəkar sahəyə çevirmək barədə ciddi düşünməyə dəyər. Bahalı alış-verişlər etməzdən əvvəl bu əşyanın həqiqətən bir ehtiyac, yoxsa sadəcə anlıq bir həvəs olduğunu özünüzə səmimi şəkildə etiraf edin. Sevgi həyatınızda ehtiras və romantika ön plana çıxır, tərəf müqabilinizlə unudulmaz anlar yaşaya bilərsiniz. Münasibətlərdə hər zaman haqlı olmağa çalışmaq tərəflər arasında soyuqluq yarada bilər, güzəştə getməyi sınayın. Əgər qəlbiniz boşdursa, qatıldığınız sosial bir tədbirdə xarizmanızla kimsə ofsunlamağınız qaçılmazdır. Psixoloji vəziyyətiniz olduqca stabildir, lakin tənqid olunmağa qarşı həddindən artıq reaksiya verməməyə çalışın. Özünüzə olan sevginiz başqalarına olan münasibətinizin təməlidir, bu balansı qoruyun. Sosial həyatda əyləncənin dozasını qaçırmamaq və enerjinizi mənasız mübahisələrə sərf etməmək önəmlidir. Tanınmış və ya nüfuzlu şəxslərlə quracağınız yeni əlaqələr gələcəkdə sizə geniş imkanlar aça bilər. Gözlənilməz bir səfər və ya dəvət planlarınızı alt-üst etsə də bu dəyişikliyə qucaq açın. Qiymətli əşyalarınızı və ya sənədlərinizi insanların çox olduğu yerlərdə nəzarətsiz qoymayın.
İnadkarlıq etdiyiniz bəzi məsələlərdə geri addım atmaq məğlubiyyət deyil, əksinə müdriklik əlamətidir. Sağlamlıq baxımından ürək-damar sisteminizi yormamağa və ağır fiziki yüklərdən qaçmağa çalışın. Həyat səhnəsində baş rolda olduğunuzu unutmayın, lakin digər aktyorların da çıxışına hörmətlə yanaşın. Qız. Detallara olan heyranlığınız və nizam-intizam sevginiz bu dövrdə ən böyük silahınız olacaq. İş mühitində yarımçıq qalmış işləri tamamlamaq və sənədləşmə işlərini qaydaya salmaq üçün daha məhsuldar vaxt tapa bilməzsiniz. Analitik zəkanız sayəsində başqalarının görmədiyi səhvləri aşkar edib böyük bir böhranın qarşısını ala bilərsiniz. Maddi cəhətdən hər qəpiyin hesabını bilməyiniz sizə gələcək üçün böyük bir güvən hissi bəxş edir. Əlavə qazanc imkanları üçün texnoloji yenilikləri və ya onlayn platformaları araşdırmaq xeyrinizə olar. Xərclərinizi sığortalamaq və gözlənilməz hadisələr üçün ehtiyat fondu yaratmaq fikri hazırda çox aktualdır. Şəxsi münasibətlərdə tərəf müqabilinizdən mükəmməllik gözləmək əvəzinə onu olduğu kimi qəbul etməyə çalışın. Kiçik detallara ilişib qalmaq böyük mənzərəni görməyinizə mane olur, sevginizi ifadə etməkdə daha cəsarətli olun. Əgər təksinizsə, intellektual səviyyəsi yüksək olan biri ilə maraqlı bir söhbət yeni bir hissin başlanğıcı ola bilər. Psixoloji olaraq özünüzü həddindən artıq yormaq və hər şeyi nəzarətdə saxlamaq istəyi narahatlıq yarada bilər. Hər şey olduğu kimi gözəldir fəlsəfəsini mənimsəmək ruhunuza dinclik gətirəcək. Sosial əlaqələrdə tənqidi dilinizi bir qədər yumşaltmalı, insanların zəif tərəflərinə qarşı daha anlayışlı olmalısınız. Köməyinizə ehtiyacı olan bir dosta göstərəcəyiniz dəstək mənəvi dünyanızı zənginləşdirəcək. Gözlənilməz bir xəbərdarlıq və ya məsləhət ilk baxışda xoşunuza gəlməsə də ona qulaq asmaq sizi səhv qərardan döndərə bilər. Sağlamlıqla bağlı profilaktik müayinələrdən keçmək və ya vitamin balansınızı yoxlatmaq üçün əla zamandır. Gündəlik rutininizdə bir qədər dəyişiklik etmək, məsələn, fərqli bir marşrutla işə getmək beyninizi təzələyəcək. Sözlərinizin gücünü bilin və onları kimsə incitmək üçün deyil, şəfa vermək üçün istifadə edin. Həyatın xaotik görünən tərəflərində belə gizli bir nizam olduğunu kəşf etmək sizə rahatlıq verəcək. Tərəzi. Daxili tarazlığınızı qorumaq və ətrafınızdakı harmoniyanı bərpa etmək üçün ulduzların sizə xüsusi bir missiya yüklədiyi bir dönəmdəsiniz. Peşəkar fəaliyyətinizdə diplomatik bacarıqlarınız sayəsində həll olunmaz görünən münaqişələri sonlandıra və nüfuzunuzu gücləndirə bilərsiniz. Yeni tərəfdaşlıqlar və ya ortaq layihələr üçün perspektivli təkliflər ala bilərsiniz, lakin hər iki tərəfin maraqlarının qorunduğuna əmin olun. Maddi cəhətdən estetik və gözəllik üçün xərcləmələr etmək istəyiniz artsa da, büdcənizdəki balans pozulmamalıdır. Gəlirlərinizi artırmaq üçün sənət və ya dizaynla bağlı sahələrdəki istedadınızdan əlavə qazanc mənbəyi kimi istifadə edə bilərsiniz. Pulu idarə edərkən ədalətli olun, nə özünüzü sıxın, nə də həddindən artıq israfçılığa yol verin. Sevgi münasibətlərinizdə qarşı tərəfin hisslərini anlamaq üçün empatiya qabiliyyətiniz ən böyük köməkçiniz olacaq. Uzun müddətdir davam edən soyuqluq varsa, səmimi və zərif bir söhbət bütün buzları əridə bilər. Subay tərəzilər üçün sosial mühitlərdə diqqət çəkən və ruhən yaxın hiss edəcəkləri biri ilə tanışlıq ehtimalı var. Psixoloji olaraq qərarsızlıq sizi yora bilər, buna görə də vacib seçimləri ürəyinizin səsinə qulaq asaraq etməyə çalışın. Motivasiyanızı yüksəltmək üçün musiqi, rəsm və ya digər yaradıcılıq sahələri ilə məşğul olmaq ruhunuza dinclik bəxş edəcək. Sosial əlaqələrinizdə hər kəsin könlünü xoş tutmağa çalışmaq enerjinizi tükədə bilər, bəzən yox deməyi öyrənməlisiniz. Köhnə bir dostdan gələcək maraqlı bir təklif həftə sonu planlarınızı daha rəngli edə bilər. Gözlənilməz bir hüquqi sənəd və ya rəsmi bildiriş diqqətinizi tələb edə bilər, odur ki, poçtunuzu yoxlamağı unutmayın. İnsanlara həddindən artıq güvənmədən əvvəl onların hərəkətlərini bir müddət müşahidə etmək sizi xəyal qırıqlığından qoruyacaq. Sağlamlıq baxımından bel və böyrək nahiyənizi soyuqdan qorumalı, kifayət qədər su içməyə diqqət etməlisiniz. Həyatın sizə təqdim etdiyi gözəllikləri görmək üçün baxış bucağınızı bir qədər dəyişmək kifayət edəcək. Əqrəb. Dönüşüm və yenilənmə enerjisinin ruhunuzu bürüdüyü, daxili gücünüzün üzə çıxdığı mühüm bir mərhələdəsiniz. İş yerində strateji və gizli gedişlər etməklə rəqiblərinizdən bir addım öndə ola bilərsiniz. Karyeranızda köklü bir dəyişiklik etmək və ya tam fərqli bir sahəyə keçid etmək üçün lazım olan cəsarəti daxilinizdə tapacaqsınız. Maliyyə məsələlərində intuisiya və məntiqin vəhdəti sizə böyük qazanclar vəd edir, lakin gizli qalan detallara diqqət yetirin.
Miras, sığorta və ya vergi ilə bağlı yarımçıq qalmış işləriniz varsa, onları həll etmək üçün əlverişli zamandır. Riskli pul əməliyyatlarından qaçın və investisiya edərkən mütləq mütəxəssis rəyi alın. Sevgi həyatınızda ehtiras və dərinlik artır, münasibətlərdəki səmimiyyətsizliklərə dözümünüzün azaldığını hiss edə bilərsiniz. Tərəf müqabilinizlə aranızdakı bağları möhkəmləndirmək üçün sir saxlamaqdan uzaq durmalı və tam dürüstlük nümayiş etdirməlisiniz. Yalnızlıqdan zövq alan əqrəblər üçün bu dövr daxili kəşflər və özünü tanıma baxımından çox səmərəli olacaq. Psixoloji olaraq keçmişin yükündən qurtulmaq üçün bağışlamağın gücündən istifadə etməli, kini daxilinizdə saxlamamalısınız. Özünüzü yenidən yaratmaq üçün lazım olan motivasiya daxili transformasiyanızdan gələcək. Sosial mühitdə hər kəsə sirrinizi açmayın, çünki sözləriniz yanlış anlaşıla və sizə qarşı istifadə oluna bilər. Güclü xarizmanız ətrafdakı insanların sizə hörmət etməsinə səbəb olsa da, bəzilərini ürküdə də bilər. Gözlənilməz bir hadisə gizli qalan bəzi həqiqətlərin üzə çıxmasına səbəb ola bilər, soyuqqanlılığınızı qoruyun. Texniki avadanlıqlarla və ya internet təhlükəsizliyi ilə bağlı məsələlərdə ehtiyatlı olmanız tövsiyə edilir. Özünüzə qarşı hədsiz tənqidi olmaqdan çəkinin və uğurlarınızı kiçiltməyin. Sağlamlıq baxımından reproduktiv sisteminizə və ümumi enerji səviyyənizə diqqət yetirin, ağır idmandan uzaq durun. Ruhunuzun dərinliklərində gizlənən gücü kəşf etmək üçün səssizliyin səsinə qulaq asmağınız kifayətdir. Ox atan. Üfüqlərinizi genişləndirmək, yeni biliklər əldə etmək və azadlığın dadını çıxarmaq istəyinizin zirvədə olduğu bir gündəsiniz. Peşəkar sahədə beynəlxalq əlaqələr, xarici dil bilikləri və ya uzaq səfərlər karyeranızda yeni qapılar aça bilər. Öyrənməyə olan həvəsiniz sizi yeni kurslara və ya elmi araşdırmalara yönəldə bilər ki, bu da gələcək uğurlarınızın təməlidir. Maddi vəziyyətinizdəki dalğalanmalar sizi bir qədər narahat etsə də, optimist yanaşmanız çıxış yolu tapmağınıza kömək edəcək. Səyahət və ya təhsil üçün xərclənən vəsaiti itki deyil, özünüzə qoyulan ən böyük investisiya kimi dəyərləndirin. Şans oyunlarından və ya sürətli zənginləşmə vəd edən şübhəli təkliflərdən uzaq durmağınız xüsusilə vacibdir. Sevgi münasibətlərində tərəf müqabilinizlə birlikdə yeni macəralara atılmaq və rutin həyatdan uzaqlaşmaq bağlarınızı təzələyəcək. Münasibətdə boğulduğunuzu hiss etməmək üçün fərdi məkanınıza və hobbilərinizə də zaman ayırmağı unutmayın. Əgər həyatınızda kimsə yoxdursa, fərqli mədəniyyətdən və ya fərqli baxış bucağına malik biri ilə maraqlı tanışlıq yaşaya bilərsiniz. Psixoloji olaraq azadlıq hissi sizin ən böyük motivasiya mənbəyinizdir. Odur ki, qəliblərə sığmağa çalışmayın. Müsbət düşüncə tərzi çətinliklərin öhdəsindən gəlməkdə sizə inanılmaz bir güc verəcək. Sosial həyatda enerjiniz və zarafatlarınızla ətrafdakıları ruhlandıracaq bir çox tədbirin axtarılan simasına çevriləcəksiniz. Fəlsəfə, din və ya həyatın mənası haqqında aparacağınız söhbətlər intellektual çevrənizi genişləndirəcək. Gözlənilməz bir səyahət təklifi və ya xaricdən gələn bir xəbər bütün planlarınızı yenidən qurmağınıza səbəb ola bilər. Hüquqi məsələlərdə və ya müqavilələrdə xırda hərflərlə yazılmış bəndləri oxumadan imza atmayın. Həddindən artıq dürüstlük bəzən kobudluq kimi anlaşıla bilər, sözlərinizi seçərkən nəzakətli olmağa çalışın. Sağlamlıq baxımından qaraciyərinizi yoran yağlı qidalardan və spirtli içkilərdən uzaq durmaq, aktiv hərəkət etmək faydalıdır. Dünyanın böyüklüyünü və imkanların sonsuzluğunu xatırlamaq sizə hər zaman ümid verəcək. Oğlaq. Həyatınızda ciddi bir struktur qurmaq və gələcək hədəflərinizə doğru sarsılmaz addımlarla irəliləmək üçün kainatın dəstəyini hiss etdiyiniz bir dövrdəsiniz. Peşəkar fəaliyyətinizdə göstərdiyiniz əzm və intizamın bəhrəsini toplamağa başlayacaqsınız, rəhbərliyin sizə olan etibarı daha məsuliyyətli tapşırıqların verilməsi ilə nəticələnə bilər. Karyerada yalnız öz gücünüzə güvənməyiniz yaxşıdır, lakin bəzən komanda işinin gətirdiyi sürətdən yararlanmaq vaxtınıza qənaət edər. Maddi sahədə hər zamanki ehtiyatlı davranışınız sizə böyük bir üstünlük qazandırır, lakin çoxdan planlaşdırdığınız keyfiyyətli bir alış-veriş üçün artıq doğru zaman yetişib. Uzun müddətli maliyyə hədəflərinizə çatmaq üçün investisiya portfelinizi diversifikasiya etmək barədə mütəxəssislərlə məsləhətləşə bilərsiniz. Pulun sadəcə bir vasitə olduğunu xatırlayın və həyatın dadını çıxarmaq üçün də büdcə ayırın. Sevgi münasibətlərində soyuq və məsafəli görünüşünüz qarşı tərəfdə yanlış təəssürat yarada bilər, odur ki, duyğularınızı ifadə etməkdə daha cəsarətli olun. Ciddi bir münasibət axtarışında olanlar üçün ortaq dəyərlərə malik olduğunuz biri ilə qarşılaşmaq ehtimalı olduqca yüksəkdir. Ailə daxilindəki köhnə problemləri məntiqli və sakit şəkildə müzakirə edərək birdəfəlik həll edə bilərsiniz.
Psixoloji olaraq özünüzü çox yükləməməli, hər şeyi mən etməliyəm düşüncəsindən uzaqlaşmalısınız. Motivasiyanızı qorumaq üçün nail olduğunuz kiçik uğurları belə qeyd etməyi vərdiş halına gətirin. Sosial əlaqələrdə kəmiyyətə deyil, keyfiyyətə önəm verməyiniz sizi mənasız enerji itkisindən qoruyacaq. Köhnə bir həmkarınızdan gələcək iş təklifi və ya məlumat karyera yolunuzda yeni bir qapı aça bilər. Gözlənilməz bir sənəd gecikməsi planlarınızı bir neçə saatlıq ləngitsə də bu müddəti istirahət üçün dəyərləndirin. Özünüzə qarşı olan yüksək tələblərinizi bir qədər yumşaldın və səhvlərin də inkişafın bir hissəsi olduğunu qəbul edin. Sağlamlıq baxımından sümüklərinizi və dişlərinizi qorumalı, kalsiyum balansına diqqət yetirməlisiniz. Zirvəyə gedən yolun uzun olduğunu, lakin sizin dözümünüzün hər şeyə yetəcəyini unutmayın. Dolça. Yenilikçi ideyalarınızın və azad ruhunuzun ön plana çıxdığı, qəlibləri sındırmaq üçün daxili güc tapdığınız bir mərhələdəsiniz. İş mühitində ənənəvi metodların artıq işə yaramadığını görərək rəqəmsal və ya müasir həllər təklif etməyiniz sizi hər kəsdən fərqləndirəcək. Yaradıcı layihələrdə və ya texnologiya ilə bağlı sahələrdə fəaliyyət göstərirsinizsə, ağlınıza gələn ilk ideyanı qeyd edin, çünki o, böyük uğurun başlanğıcı ola bilər. Maddi vəziyyətinizdəki qeyri-stabilliyi aradan qaldırmaq üçün qeyri-adi qazanc yolları axtarmağınız müsbət nəticə verəcək. Dostlarınızla ortaq bir işə başlamaq ideyası cəlbedici görünə bilər, lakin maliyyə öhdəliklərini əvvəlcədən dəqiq müəyyənləşdirin. Gözlənilməz xərclərin qarşısını almaq üçün rəqəmsal abunəliklərinizi və lüzumsuz xidmətləri nəzərdən keçirməyiniz faydalıdır. Sevgi həyatınızda dostluq və intellektual bağlılıq hisslərdən daha önəmli bir rola çevrilir. Tərəf müqabilinizlə gələcək haqqında qurduğunuz xəyallar sizi bir-birinizə daha çox yaxınlaşdıracaq. Əgər subaysınızsa, internet üzərindən və ya ortaq maraq dairəsi olan qruplarda maraqlı biri ilə ünsiyyətə başlaya bilərsiniz. Psixoloji olaraq fərdiliyinizin məhdudlaşdırılmasına qarşı kəskin reaksiya verə bilərsiniz, lakin kompromis tapmağı öyrənmək daxili hüzurunuz üçün zəruridir. Motivasiyanızı cəmiyyətə faydalı işlər görməkdən və ya könüllü fəaliyyətlərdən ala bilərsiniz. Sosial çevrənizdə orijinal və bir qədər eksentrik insanların əhatəsində olmaq sizə yeni ilham mənbələri bəxş edəcək. Bir qrup layihəsində liderliyi üzərinizə götürmək məcburiyyətində qalsanız, demokratik yanaşmanızla hər kəsin rəğbətini qazanacaqsınız. Gözlənilməz texniki problemlər və ya telefonunuzla bağlı nasazlıqlar gününüzü bir qədər çətinləşdirə bilər, odur ki, vacib məlumatları yedəkləyin. Özünüzü başqaları ilə müqayisə etməkdən vaz keçin, sizin yolunuz tamamilə unikaldır. Sağlamlıq cəhətdən qan dövranınıza və ayaq nahiyənizə diqqət etməli, oturaq həyat tərzindən uzaqlaşmalısınız. Gələcəyin bugün atılan toxumlarla formalaşdığını bilərək hər anın dəyərini bilin. Balıqlar. Ruhunuzun dərinliklərinə enmək, xəyallarınızı gerçəyə çevirmək və kainatla harmoniyada olmaq üçün mistik bir enerji altındasınız. Peşəkar həyatınızda intuisiyanız sizə ən çətin qərarları verməkdə bələdçilik edəcək, bəzən sadəcə hiss edirəm ki, belə olmalıdır, demək məntiqli analizlərdən daha dəqiq nəticə verə bilər. Yaradıcılıq tələb edən sahələrdə ilham pərləriniz sizinlədir, odur ki, hisslərinizi sənətə və ya işinizə tökməkdən çəkinməyin. Maddi məsələlərdə xəyallara qapılmaq əvəzinə real imkanlarınızı dəyərləndirməli və pulunuzu etibar etdiyiniz sahələrə yatırmalısınız. Kiməsə maddi yardım edərkən öz imkanlarınızı aşmamağa və sui-istifadə hallarına yol verməməyə diqqət edin. Maliyyə sənədlərində və ya bank köçürmələrindəki bulanıqlıqları aydınlaşdırmaq üçün bu dövr olduqca münasibdir. Sevgi münasibətlərində romantika və fədakarlıq ön plana çıxır, tərəf müqabiliniz üçün etdiyiniz kiçik fədakarlıqlar böyük bir sevgi bağının yaranmasına səbəb olacaq. Əgər qəlbiniz boşdursa, ruhən yaxın hiss edəcəyiniz birinin həyatınıza daxil olması an məsələsidir. Münasibətlərdə həddindən artıq həssaslıq göstərib hər sözdən inciməməyə çalışın, bəzən insanlar sadəcə yorğun ola bilərlər. Psixoloji olaraq özünüzü mənəvi baxımdan inkişaf etdirmək üçün meditasiya, yoga və ya dualardan istifadə etmək sizə inanılmaz bir dinclik gətirəcək. Sizi aşağı çəkən mənfi düşüncələrdən xilas olmaq üçün su ilə təmasda olmaq və ya təbiət qoynunda vaxt keçirmək tövsiyə olunur. Sosial əlaqələrdə hər kəsin dərdinə şərik olmaq istəyiniz sizi emosional olaraq tükədə bilər, özünüzü qorumaq üçün emosional sərhədlər qoyun. Sirli bir insandan alacağınız dəstək və ya anonim bir yardım qarşınıza çıxan maneələri aşmağa kömək edəcək. Gözlənilməz yuxular və ya təsadüflər sizə həyatınızdakı mühüm bir sualın cavabını verə bilər, işarələrə diqqət edin. Reallıqdan qaçmaq üçün zərərli vərdişlərə sığınmayın, bunun əvəzinə reallığı xəyallarınıza uyğunlaşdırmağa çalışın.
Sağlamlıq baxımından ayaqlarınızın həssaslığı və yuxu rejiminizin pozulması ehtimalına qarşı diqqətli olun.